SQL injection. Yəqin ki, bu adı eşitmişsiniz. Amma bu, elə-belə quru texniki bir termin deyil əslində. Bu, rəqəmsal dünyanın ən güclü, ən dağıdıcı silahlarından biridir. Gəlin bugün birlikdə baxaq görək, bu silah necə işləyir və ən böyük şirkətlərin belə ən gizli sirlərini necə ortaya çıxara bilir. Yaxşı, başlayaq. Bilirsiniz, biz burada hansısa nəzəri bir şeydən, kitabda yazılan bir təhlükədən danışmırıq. Əsla, bu tamamilə real bir üsuldur. Tarixdə gördüyümüz ən böyük, ən səs-küylü məlumat sızmalarının arxasında məhz bu dayanıb. Milyonlarla, bəli, milyonlarla insanın şəxsi məlumatları bax bu üsulla oğurlanıb. Sadəcə rəqəmlərə bir baxın. Bunlar inanılmazdır, hə? Söhbət 1-2 dənə hesabdan getmir. Yahoo 453 min istifadəçi, LinkedIn 6,5 milyon şifrə. Hətta MySQL-ın öz saytı, Coca-Cola, Intel, BBC kimi nəhənglər belə bu hücumlardan kənarda qala bilməyib. Bax, bu rəqəmlər bizə göstərir ki, bu texnologiya nə qədər dağıdıcı ola bilər. Məsələ buna görə də onun necə işlədiyini başa düşmək bu qədər vacibdir. Yaxşı, bəs bu soyğun necə baş verir? Bunu anlamaq üçün gəlin bir addım geri gedək və əvvəlcə veb-saytların məlumatları, yəni bizim məlumatlarımızı necə saxladığına baxaq. Təsəvvür eləyin ki, hər veb-saytın nəhəng bir rəqəmsal kitabxanası var. Bu kitabxanaya biz məlumat bazası deyirik. Sizin bütün qiymətli məlumatlarınız, adınızdan tutmuş, şifrənizə, e-mailinizə qədər hər şey bu kitabxananın rəflərində səliqəli şəkildə yığılıb saxlanılır. Yaxşı, bəs bu kitabxanadan istədiyimiz məlumatı necə alırıq? Onunla danışmaq lazımdır, elə deyil? Bax, bu danışıq üçün istifadə olunan xüsusi dilə SQL deyilir. SQL sorğusu da eynilə kitabxanaçıya verdiyiniz o kiçik sorğu vərəqi kimidir. Üstünə yazırsınız ki, zəhmət olmasa, mənə filan rəfdəki filan kitabı gətir. Məsələn, baxın bu ekrandakı normal bir sorğudur. Qətiyyən qorxulu görünməsinə baxmayan, çox sadədir. Bu, sadəcə olaraq məlumat bazasına deyir ki, zəhmət olmasa, istifadəçilər cədvəlinə bax və oradan istifadəçi adı admin olan şəxsi tapıb mənə ver. Bu qədər sadə. İndi gəldik ən maraqlı yerə. Haker bu sistemi necə aldadır? Sistemdəki o kritik zəifliyi, o boşluğu necə tapır? Hər şey sistemin heç amma heç gözləmədiyi kiçik bir hərəkətlə başlayır. Hər gün istifadə etdiyimiz o giriş formalarını düşünün. Hani istifadəçi adımızı, şifrəmizi yazdığımız o qutucuqlar. Sistem təbii ki gözləyir ki, siz ora normal məlumat daxil edəcəksiniz. Məsələn, öz istifadəçi adınızı. Amma bir haker üçün, bax o sadə qutucuq əslində içəri girmək üçün bir qapıdır. İndi baxın, haker nə edir? Normal istifadəçi adı əvəzinə götürüb bu balaca, ilk baxışdan çox məsum görünən kodu yazır. Bu elə-belə simvollar yığını deyil, əzizlərim. Bu həm bir kod parçasıdır, həm də dahiyanə bir məntiqi hilədir. Və baxın nə baş verir. O balaca kod parçası bayaqki orijinal sorğunu tamamilə dəyişdirir. Sanki onu ələ keçirir. İndi sorğu məlumat bazasından admini tapmağı istəmir. İndi sorğunun mənası budur. Mənə elə bir istifadəçi ver ki, adı boş olsun və ya 1 bərabərdir 1 olsun. İndi bir düşünün, 1 nə vaxt 1-ə bərabər deyil ki? Həmişə. Deməli, bu şərt həmişə doğrudur. Nəticə, məlumat bazası, şifrə, filan yoxlamağı unudur və buyurun, bütün istifadəçilər bunlardır, deyərək hər şeyi hakerin qabağına tökür. Yaxşı, qapını açdıq və sonra indi gəlin bir hakerin məxfi məlumatları tapıb oğurlamaq üçün addım-addım hansı prosesdən keçdiyinə baxaq. Cəmi 3 əsas addım var. Deməli, proses çox məntiqlidir. Birinci addım, xəzinənin harada gizlədildiyini tapmaq. Haker məlumat bazasından bütün cədvəllərin, yəni bütün sandıqların siyahısını istəyir. İkinci addım, ən qiymətli görünən sandığı, məsələn, SSN, yəni sosial təminat nömrələri olan sandığı seçir və içinə baxır, görsün orada nə var. Və nəhayət, üçüncü və son addım, dəqiq yeri bildikdən sonra son əmri verir və bütün xəzinəni, yəni bütün həssas məlumatları çölə çıxarır. Bax, bu, dediklərimizin əyanı sübutudur. Solda gördüyünüz sorğuyla haker kəşfiyyat aparır və sistemdə SSN adlı bir cədvəl olduğunu öyrənir. Bu, hədəf tapıldı deməkdir. Bu kəşfiyyatdan dərhal sonra isə sağdakı sorğunu göndərir və bingo, cədvəlin içindəki bütün sosial təminat nömrələri artıq onun əlindədir. Kəşfiyyatdan birbaşa mükafata. İndi, bəlkə də düşünürsünüz ki, vay, bu nə qədər çətin, zəhmətli işdir. Və haqlısınız.
Amma real həyatda hakerlər bu işi nadir hallarda əllə görürlər. Niyə? Çünki onların işini qat-qat asanlaşdıran, bütün bu ağır işi onlar üçün görən möhtəşəm avtomatlaşdırılmış alətlər var. Fərq isə sadəcə inanılmazdır. Baxın, əllə işləyəndə bu, saatlarla, bəzən günlərlə çəkən, çox dərin texniki bilik tələb edən bir prosesdir. Amma avtomatlaşdırılmış alətlərlə eyni iş saniyələr, uzağı dəqiqələr içində bitir. Bu sadəcə gecə ilə gündüz qədər fərqlidir. Bir tərəfdə tək-tək saytları yoxlamaq var, o biri tərəfdə isə minlərlə saytı eyni anda skaner etmək. Və bu sahənin şahı, oyunu tamamilə dəyişən bir alət var. Adı SQL Map. Bu, hakerlər üçün sanki İsveçrə ordusunun bıçağı kimidir. Bayaq addım-addım danışdığımız o bütün prosesi, o bütün baş ağrısını tək başına avtomatlaşdırır. Baxın, bu qədər sadədir. Haker sadəcə bir dənə əmr yazır, enteri basır və SQL Map dərhal işə keçir. Bir neçə saniyəyə sistemdə nə qədər məlumat bazası var, hamısının siyahısını tapıb gətirir. Vəssalam. Saatlarla çəkə biləcək kəşfiyyat mərhələsi göz qırpımında bitdi. İndi növbəti əmr və iş bitdi. SQL Map-ə deyilir ki, get mənə users cədvəlini tap və içində nə var nə yox, hamısını tök bura və o da bunu edir. Bütün adlar, bütün məlumatlar olduğu kimi ekrandadır. Əllə bəlkə də saatlarla çəkəcək bir iş bir neçə saniyəyə həll edildi. Bax, avtomatlaşdırmanın gücü budur. Amma bir şeyi anlamaq çox vacibdir. SQL Injection, hakerin alət çantasındakı yeganə silah deyil. Əsla. Bu, çox daha böyük bir arsenalın, nəhəng bir alət dəstinin sadəcə kiçik bir parçasıdır. Düşünün ki, peşəkar təhlükəsizlik mütəxəssisləri, eləcə də hackerlər, Backtrack Linux kimi xüsusi əməliyyat sistemləri işlədirlər. Bu sistemlərin içində yüzlərlə fərqli alət hazır vəziyyətdə gəlir. Məsələn, Metasploit deyə bir alət var ki, təkcə SQL Injection-ı yox, minlərlə başqa növ təhlükəsizlik boşluğunu yoxlaya bilir. Yəni bu, həqiqətən də çox dərin bir dünyadır. Və bütün bunlar bizi son, amma çox vacib bir suala gətirir. Bugün öz gözümüzdən gördük ki, cəmi bir sətir kod, kiçicik bir məntiq səhvi necə olur ki, nəhəng bir şirkəti diz çöktürə bilir, bütün sirlərini ortaya tökə bilir. İndi özümüzə sual verək. Əgər vəziyyət budursa, hər gün istifadə etdiyimiz o onlarla sistemin, tətbiqin, bütün o rəqəmsal həyatımızın təhlükəsizliyi əslində nə dərəcədə möhkəmdir? Bax, bu, həqiqətən də üzərində düşünməyə dəyər bir sualdır.